Dövlət başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdış proqramı davam edir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən geniş miqyaslı işlər, post-münaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidən qurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Həyata keçirilən geniş miqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. 5 il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib. Müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub. 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının yaradılması, qurumun vaxtaşırı görüşləri, iş prosesi ilə yenidən tanış olmaq üçün təşkil etdiyi səfərlər 5 il ərzində həmin bölgədəki fəaliyyətin daha təkmil, ardıcıl aparılmasına imkan verib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan mina təmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. 3 beynəlxalq hava limanı, Laçın, Zəngilan və Füzuli şəhərlərində istifadəyə verilib. Tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, biri isə qismən icra edilib. Ağdam dəmir yolu və avtovağzal kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzrə 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb. Onlardan 42 körpünün inşası başa çatıb. 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarım stansiyası istismara buraxılıb. 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib. 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbə qədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərə böyük qayıdışa zəfərimizin nəticələrinin əbədiləşməsi üsullarından biri kimi baxır və təsadüfi deyil ki, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetləri biz müəyyənləşdirərkən 4-cü əsas prioritetimiz kimi işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı nəzərdə tutmuşuq. Ötən dövr ərzində möhtərəm cənab prezidentin ardıcıl, hərtərəfli və qətiyyətli siyasəti nəticəsində biz bu prioritetlərin realizasiya istiqamətində ciddi məsafə qət etmişik. Baxmayaraq ki, həmin ərazilər 30 il işğalda qalıb və işğalda olduğu dövrdə ekosid, urbisid, kultrasid cinayətlərinə məruz qalıb. Təbii ki, belə bir situasiyada əhalinin ora davamlı və dayanıqlı qayıdışı üçün bir mənalı şəkildə təhlükəsizlik təmin edilməli idi. Həmçinin əhalinin özünün layiqli, ləyaqətli formada qayıdışı təmin olunmalı idi ki, bütün bunlar da çox mürəkkəb məsələlər olduğu üçün əlaqələndirilmiş fəaliyyəti zərurətə çevirirdi. Ötən dövr ərzində cənab İlham Əliyevin bu istiqamətdə direktivlərinin hərfiyyən və uğurlu şəkildə realizasiyasında heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada əlaqələndirilməsi üzrə qərargahın fəaliyyəti xüsusi qeyd edilməlidir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı Araz Vadisi iqtisadi zonası sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihənin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib. Bu qərargahın ən böyük uğuru ondan ibarət ki, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur vizyonunu cənab prezidentin direktivləri üzrə aydın və aşkar formada uğurla realizə edə bildi. Təbii ki, bunun nəticəsidir ki, ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzura nəinki böyük qayıdış baş tutub, əksinə daha da irəli gedərək biz həmin əraziləri ölkənin ən inkişaf etmiş bölgələrindən, ən yaşamağa uyğun yerlərindən birinə çevrilməkdə olduğuna şahidlik edirik.
Həmin ərazidə artıq bilirsiniz ki, 3 beynəlxalq hava limanı var, çoxsaylı infrastruktur obyektləri, yaşayış obyektləri, təhsil, səhiyyə müəssisələri artıq tikilir və orada yaşayan əhalinin məşğulluğu istiqamətində ciddi addımlar atılıb. Təbii ki, bütün bunlar görülən işlərin ümumi formatının uğurla realizəsindən xəbər verir. Bütün bunlar bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlətimizin başçısının ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.